Yazdım ki nişan koydum itif azdığım yere. Yuva saldım eşif qazdığım yere. İlham töküb dərdi yazdığım yere. İndi sinəm açılmamış varaqdı. Elə bilirdim dünya saraydı, taxtı. Tanrı məni şair elədi bu vaxt. Rəbib nə peşəkar şairdir, nə də kitabları var. O həyatını misralarla quzu çağırışı arasında sığışdırıb. Deyir ki, şeirləri qışdan yazacan içində özü ilə daşıyır. Yaylağa çıxanda isə azad buraxır. Çağırsa səsinə gəl, çığırsa oyna. Oynamaq yaraşır tütəyinə toyuna. Mən valih olmuşam torpağına suyuna, bu yurdun qədrini bilə ya qardaş. Onu köç prosesi zamanı tanıdıq. Yaylaqlar, dağlar, yolsuz yollar Rəbibi həm də şair edib. Yazdığı şeirlərlə ürəklərdə sarı simə toxunan çoban. Min illərə söykənən ənənəni yaşadanlardandır. Yaylaqlar, qışı-qışlaqlar ilham pərisidir. Özünü nə təsərrüfatdan, nə də şeiriyyatdan ayrı düşünmür. Zərrə qədər sərvətim yox, halallığı sevirəm çox. Bir qarnı ac, bir qarnı tox, bir ağ günüm olmur Allah. Əllərim his, ayağım kir, dodağımdan çıxmadı sir. Zülmətdən çıx, zülmətə gir, bir ağ günüm olmur Allah. İnsan da bu çətinliyi görməsə, insan da bu qara günləri görməsə, ağ günlərin qədrini bilməz. Hər dəqiqəma, hər saniyəsinə şükür eləmək lazımdır. Köç zamanı belə halların baş verməsi mövsümün daha bərəkətli keçəcəyinə işarədir. Bir də həm yollarda, həm də yaylaqlarda sürünün təhlükəsizliyi vacib məsələdir. Bu işdə təsərrüfatçıların ən sadiq dostu çoban itləridir. Bu sürü hara gedir belə? Dağa gedir qardaş, dağa. Hansı dağa gedəcəksiniz? Bu günləri 8-ci gündür. 3 günə də çatacaq dağa. Demək ki, dağa çatmaq üçün 11 gün vaxt sərf edəcəksiniz. 10 gün, 11 gün baxır da ayama baxır. İsti olanda ağır gedir. Soyuq olanda yaxşı, sərinlik olanda yaxşı gedir. Marinovolinin Bəylər kəndindəyik. Gürcüstanın demək olar ki, bütün bölgələrində yollarda yaylağa köç edən sürülərə rast gəlmək mümkündür. Bu qədim torpaqlarda yaşayan soydaşlarımız təkcə çörək pulu qazanmaqla kifayətlənmirlər. Onlar bu ölkəni kənd təsərrüfatı məhsulları ilə təmin edirlər. Bu şəkildə həm də minillik köç ənənələrini yaşadırlar. Keçəl Qora onlar üçün yalnız yaylaq deyil, çobanların ruh kitabxanasıdır. Avqust ayında isə yaylaqlar onların sayəsində böyük tərəkəmə festivalına şahidlik edir. Ruslan Həsənov, Ruslan Əhmədov, Günel Habil qızı, Azərbaycan televiziyasının Gürcüstan bürosu.